Dizayn rejimi nədir? Göründüyü kimi mən səhifəyə kompüterin hissələrini yerləşdirmişəm və hər hissənin üzərinə bir dəfə toxunduqca həmin hissələrin adları qeyd olunur. Ancaq məsələn, sistem bloku biraz aşağıda yerləşdirilib. Mən istəyirəm ki, onu sürükləyib yuxarıya çəkim. Sürükləyib yuxarı aparmaq istəyəndə bu əməliyyat alınmır. Ona görə alınmır ki, biz buradakı obyektlərin hər birini səhifəyə kilidləmişik. Bu zaman biz dizayn rejimindən istifadə edə bilərik. Məsələn, gizliliyi yenidən götürüm və dizayn rejiminə keçirəm. Dizayn rejiminə keçmək üçün səhifənin yuxarı küncündə bu mavi rəngdə işarəyə toxunmaqla, eyni zamanda redaktə et menyusundan dizayn rejiminin əmrini seçməklə aktivləşdirə bilərik. Dizayn rejimini aktivləşdirdik. Bu zaman mavi rəngli işarə narıncı rəngə çevriləcək və səhifədə göründüyü kimi mənim obyektlərimin kənarları qırmızı rəngli xətlərlə qeyd olundu. Mən artıq dizayn rejiminə keçdikdən sonra kilidlənmiş obyektlərimi rahatlıqla hərəkət elətdirə bilərəm. Və eyni zamanda biz bayaq gizlilik əmri verdiyimiz obyektlərin adları da dizayn rejiminə keçəndə görünməyə başladı. Və məsələn, mən bu rejimdə istəsəm hər hansı bir obyekti silə bilərəm. Mausu götürdüm, sildim. Yenidən bu narıncı rəngin üzərindən bir dəfə sıxmaqla və yaxud da redaktə et menyusundan dizayn rejiminin əmrini sıxmaqla mən artıq həmin bu rejimdən keçərək dizayn rejimindən çıxa bilərəm.